bugünkü gündə də təşkil olunmuş tədbirə görə mən komitəyə öz minnətdarlığımı bir daha bildirirəm. Kifayət qədər yüksək səviyyədə təşkil olunmuşdur. Çoxlu sayda insanlar iştirak edir və böyük həvəslə iştirak edir və bugünkü gündə bu tədbirdə bizim Bakı şəhərində fəaliyyət göstərən 2 büromuz, 7 saylı vəkil bürosu və Pro Bono vəkil bürosunun vəkilləri iştirak edirlər. Əsas məqsəd keçmiş məcburi köçkün sərdaşlarımızın hüquq və azadlıqlarının təbliği, hüquqi maarifləndirmə, təmənnasız hüquqi yardım göstərilməsi, keçmiş məcburi köçkün sərdaşlarımızın işğaldan azad edilmiş ərazilərlə sosial inteqrasiyası ilə bağlı hüquqi maarifləndirilmə təmin etməkdir. Bugünkü tədbirdə iştirak elədim, çıxışlar bəyəndim, vəkillərin məsləhətlərindən istifadə elədim, cavabımı aldım, razı qaldım. Çox sağ olsunlar, minnətdaram. Vəkillərə sualımı verdim, çox razı qaldım. Maraqlandığım suallar verdim, cavab aldım. Çox razıyam bugünkü tədbirdən. Yaxşı oldu. Video çarxları izlədik. Qarabağ qayıdış haqqında çox maraqlı, çox gözəl planlar qurulur. İnşallah Allahın köməkliyi ilə biz o doğma yurdumuza tezliklə qayıdarıq. Gözəl də çıxışlar oldu. Biz də özümüzdə qürur duyduq ki, belə yoldaşlarla görüşdük, belə yoldaşlarla müsabiqələrini, onların danışıqlarını, onların verdiyi tövsiyələri hamısı gözəl qəbul elədik.